Bax əziz qardaş, bu bizim 4 kilovat aparatımızdır, təkəridir, nol fazadır. Qardaş, maştağadan istəyi odur ki, aparatımız ot doğurur, gördüyünüz kimi. Qardaş istəyi odur ki, deyir, usta mən quzulara çörəyin qurusun, nə bilim, yumuşağın verirəm, bir də prenik zat verirəm. Əl gətir çörəyi, çörəyini. Xoda salırıq, bax qardaşım. Qardaş deyib ki, mən ot çəkməyəcəm, çörəyi necə doğradığını göstər mənə. Xoda salırıq, bax. Nol fazadır. Bəli. Çörəyi görürsən, qardaşım bax, at, bunları at ora, plekdən yığ at ora, tök ora, bax, bu da çörək, atmağın sumağı eynidir, söndür onu, bax, içərisi də tombulu boş. Əslində ot doğrayanda ot doğrayır, saman doğrayır, arpa buza doğrayır, qardaş deyir fərqi yoxdur, mən ot doğramayacağım. Quzlara çörəyin qurusun verirəm, prenik verirəm, çeynik verirəm. Verənçik. Özdə deyib ki, balaca elə qoymasın. Böyük elə qoymuşuq, qardaşım 65-dir. İstədiyin kimi böyük doğrayır yəni. Bu da çörək, bax. Yəni bizdə çörək az idi deyə, olan çörəyimizi uşaqlar abeddən qalmış çörəklərini doğradıq. Nə qədər istəyirəm, çox çörəyi doldurur, doğrasın. Bir saata da 60 qəpik pul yazır. Nə istəyirsən?